Nəhayət ki, yenidən yollandım Soyuq Əllər İsti Ürək yarmarkasına. Bu dəfə sizin üçün düz 4 stend çəkdim. Yarmarkada fettuccine'nin bir neçə stendi var. İnanılmaz dadlı olur, fettuccine'nin də özləri hazırlayır. Sadə 8, toyuqlu 11.50, göbələkli 11.50, qarışıq isə 14.50-dir. Mən də qarışıq seçmişdim, çox dadlıydı. Həmkarlarımda bu mini burgerləri görürdüm və dadmaq istəyirdim. Nəhayət ki, daddım. Stendin adı barbekü burger adlanır. 4 ədəd balaca burgerlərdir, yanında sosu ilə təqdim edilir, qiyməti isə 12 manatdır. Çox dadlıydı, lap ləzzət elədi. Dostlarınızla alıb bölüşdürə bilərsiniz. Növbəti yaxınlaşdığımız stend Nutella adlanırdı. Burada Nutellanın şəlaləsi belə var idi. Burada ləzzətli wafflelar hazırlanır, amma təqdimatı fərqlidir. Çubuqda təqdim edilir. Əlləriniz batmadan bəhbəhlə yeyirsiniz. Burada isə qiymətlər 7 manatdan başlayır. Mən ən bahalısını, Dubai şokoladlı olanını seçdim. Qiyməti 11 manat idi. Hər qəpiyinə dəyər, çünki çox ləzzətli idi. Təsəvvür edin də, waffle özü biraz ilıqdır. Üzərində Nutella, onun da üzərində püstə əzməsi, onun da üzərində çox xırçıltılı kadayıf. Bir sözlə ləzzət elədi. Son olaraq isə yaxınlaşdığımız stend Dubai Strawberry adlı stend idi. Qışın oğlan çağında bu çiyələkləri hardan tapıblarsa halal olsun. Bunun da içində bol çiyələk, şokolad, püstə əzməsi və xırçıltılı kadayıf var idi. Super bir şeydi, qiyməti 10 manat idi.